Mayın 17-dən 22-sənədək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar olaraq ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədi ilə Qubada WUFON 3 festivalı keçirilir. Tədbirin birinci hissəsində Dövlət Pedaqoji Universitetinin Quba filialında məlumatlandırma sessiyaları təşkil edilib. Burada qonaqlara WUFON 3 ideyaları, hədəfləri və qarşıda görüləcək işlərlə bağlı məlumat verilib. WUFON 3 festivalının məqsədi odur ki, Azərbaycanda keçiriləcək bu tədbirin tanıdılması ölkədə və ümumiyyətlə Azərbaycan niyə bu tədbiri təşkil edir, dünya üçün əhəmiyyəti nədən ibarətdir, şəhərsalma sahəsində hansı prioritetlər var bütün dünyada və Azərbaycanda, bunu tanıtmaq üçün WUFON 3 tədbiri keçirilir və festivalda məhz o tədbiri tanıtmaq üçündür. Yalnız Qubada keçirilməyəcək, Quba birincidir, daha sonra keçiriləcək şəhərlər bunlardır. Lənkərandır, daha sonra olacaq Qəbələdir, Mingəçevirdir, Şəkidir, Gəncədir, ayın 10-da Xankəndidə, 10 mayda Xankəndidə keçiriləcək və final olaraq Sumqayıt və Bakı şəhərində ayın 13 mayda keçiriləcək. Qeyd edək ki, axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri, gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq.